Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz olimpiyada şagirdləri. Bugün bildiyiniz kimi Erfonun rayon şəhər mərhələsi turu keçirildi. Yəni məktəb mərhələsindən sonraki mərhələ. Demək, bugün mən sizə indi hal-hazırda 8-ci sinifin izahını verirəm. Azərbaycan dili və ədəbiyyat suallarının. Bundan əvvəlki videoda isə 10-cu sinifin izahını yerləşdirmişəm. Kanaldan baxa bilərsiniz. Demək, birinci üçün sayılı tapşırıqlar mətnə əsasən cavablandırma tələb edir. Gəlin tənzimləyək qələmimizi də, sonra isə başlayaq. Aha, qələm yaxşıdır, normaldır. Albaniyanın əhalisi türk dilli və Qafqaz dilli tayfaların birliyindən ibarət idi. Albaniya ərazisində albanlardan başqa leqlər, kadusilər, kaspilər, utilər, qarqarlar və bəzi tayfalar da yaşamışlar. Üçüncü cümlədə bu tayfaların arasında albanlar çoxluq təşkil edirlər. Qədim Yunan tarixçisi Strabon Kür çayının Albaniya ərazisi ilə axaraq dənizə töküldüyünü və Kaspiyana vilayətinin Albaniyanın tərkibində daxil olduğunu qeyd edirdi. Kürün töküldüyü Xəzər dənizi Alban dənizi də adlanırdı. Strabonun məlumatlarından Albaniyanın mərkəzləşmiş dövlət olması aydın görünürdü. Hazırda Azərbaycanda Qafqaz dilli tayfalar da yaşayırlar. Bunlar Qəbələ rayonunun Nic kəndində Utilər, Quba rayonunun Xınalıq kəndində Xınalıqlılar, Buduq kəndində Buduqlulardır. Gəlin baxaq indi birinci suala. Mətni 3 abzasa bölsək. İkinci, üçüncü abzaslar hansı cümlələrlə? 2 ilə 3-ü deyir abzas. Hansı cümlə ilə başlamış olar? Demək, ikinci abzas, bax burada məsələn Albaniya ərazisində albanlardan başqa leqlər, kadusilər yaşamışdı. Bu tayfalar arasında albanlar çoxlu təşkil edib. Bura qədər bir abzasdır. Buradan isə dördüncü yazılandan qədim Yunan tarixçisi Strabon Kür çayının Albaniya ərazisinə axaraq dənizə töküldüyünü, Kaspiyana vilayətinin Albaniyanın tərkibinə daxil olduğunu qeyd edir. Bu ayrıca abzasdır, ayrıca fikir formalaşır burada. Demək, mən birinci dördü götürəcəm. Sonra demək, 4-dən sonra isə baxıram, bax burada 7-yə baxın. Burada Strabonun məlumatlarından Albaniyanın mərkəzləşmiş dövlət olması aydın görünürdü. 7-dən başlayır deyir ki, hazırda Azərbaycanda Qafqaz dilli tayfalar da yaşayırlar. Bunlar məsələn Utilər, nə bilim, Xınalıqlılar, Buduqlular da ayrı bir məlumat verir bizə. Ona görə 4 ilə 7 olacaq cavab burada. Yəni cavab D variantı. Baxırıq ikinci suala. İkinci sualda hansı cümlələrdə yerini dəyişsək məntiqi ardıcıllıq bərpa olunar? Məntiqi ardıcıllıq baxın, burada ikinci abzasla, bax ikinci abzasla üçüncü abzasa baxın. Burada gəlin qələmin rəngini dəyişim. Aha, ikinci abzasla üçüncü abzasda. Gəlin onların yerini dəyişmiş versiyada baxaq. Görəcəksiniz ki, həqiqətən də yerini dəyişəndə düzgün olur. Birinci üçü deyirəm. Bu tayfaların arasında, bax, Albaniyanın əhalisi türk dilli və Qafqaz dilli tayfaların birliyindən ibarət idi. Sonra desək ki, bu tayfaların arasında albanlar çoxluq təşkil edirdi. Daha sonra ikini desək, Albaniya arasında albanlardan başqa, demək, albanlar çoxluq təşkil eləyirdi. Birinci qoyuruq. Sonra deyir ki, albanlardan başqa leqlər də, kadusilər də, kaspilər də, utilər də, qarqarlar da var idi. Ona görə 2 ilə 3-ün yeri dəyişilməlidir həqiqətən də. Cavab olacaq B variantı. Sonra 3-də deyir ki, baxaq, demək, hansı cümlələrdə sözün ilk hərfinin yazılması ilə bağlı orfoqrafik səhvə yol verilmişdi? Baxaq mətnin içərisinə. Baxın, burada, demək, ikinci abzasda, burada, məsələn, bax, burada. Sonra, məsələn, dördüncü abzasda, sonra, Alban dənizi, Alban sözü, məsələn, ona görə 2 ilə 4 olacaq burada. Sonra, baxıram 4-ə, deyir ki, hansı sözlərin yeri dəyişsə, cavab düzgün olar. Demək, baxın, aidiyyat sözü əslində düzgün yazılıb. Ona görə doğru bu tərəfə keçməlidir. Aidiyyat sözü bu formada yazılmaz. Bu yanlışdır. Bu isə yanlış xanasına keçməlidir. Verməşil sözü yanlışdır, düzdür. Vermişel düzgündür. Ab-hava yanlışdır, bəli. Ab-hava düzgündür. Səliqə səhman yanlışdır, bəli. Səliqə sahman şəklində olmalıdır, düzgündür. Mundar yanlışdır, murdar düzgündür. Cavab qalır A variantı. 5. Hansı sözlərin tərkibinə görə təhlili ləngidildik sözü ilə eynidir? Sözün kökü ləng, ləngi, ləngit, il, di, ki. Demək, 3 leksik, 3 qrammatik şəkilçi olmalıdır. Baxaq. Qaç sözündən qaçır, qaçırt, qaçırtdırmışlar. Bu ödədir. Boya sözündən boyaq, boyaqçı, boyaqçılıq, ın. Demək, ödədimi? Ödəmədi. 2-ni çıxıram. 2-ləri gəlin çıxdıq. Aha. Sonra baxıram yel sözündən yellə, yellən, yelləncəklər, imiz. Bu ödədi. 3-ü də götürürəm. Baxıram yeni sözündən yenilikçilərdəndir. Burada 3 leksik olmadığı üçün götürmürəm. 4-ü də çıxıram, B-ni də çıxıram.
Baxıram, sıxdan sıxlaşdır, ıl. Bir dəqiqə. Demək, sıxlaşdırılmışdır. Demək, burada 3 qrammatik yazmışam, 2 qrammatik olmalıdır burada. Aha, 2 qrammatik, çünki bunlar eynidir. Aha, demək 5-i də götürürəm. Tulla sözündən tullanıbdır. Burada 3 leksik olmalıydı. Yoxdur, ona görə cavab olur 1, 3, 5, Y variantı. 6. Cümləni sintaktik təhlillə bağlı cümlə üzvlərinin ardıcıllığını müəyyən edim. Gəlin təhlil eləyək. Təhlil rəngini dəyişim. Aha. Demək, deyir ki, payız səhərinin şəffaf işığında Batabat gölünün möhtəşəm mənzərəsinə ilk dəfə diqqətlə baxanda mənim yaxın dostum Elşənin heyrətdən ağzı açığa qalmışdı. Heyrətdən ağzı açığa qalma frazeoloji birləşmədir. Elşənin də onun demək, bu tərəfində olduğuna görə, yerlik hallı söz olduğuna görə Elşənin heyrətdən ağzı açığa qalmışdı. Bir yerdə olacaq xəbər mövqeyində. Aha. Demək, hansı Elşənin? Mənim yaxın dostum. Mənim dostum 3-cü növ birləşmədir. Burada yaxın sözü onun tərkibinə daxil olmuşdu. O da parçalanmaz. Payız səhərini, demək, payız səhərinin şəffaf işığında Batabat gölünün möhtəşəm mənzərəsinə ilk dəfə diqqətlə baxanda. Demək, bunlar hamısı olacaq zəflik mövqeyində. Çünki parçalamaq olmur və yaradır feili bağlama tərkibini. Ona görə də birinci olacaq zərflik. Aha, zərflik. Sonra olacaq təyin. Sonra olacaq xəbər. Ona görə zərflik, təyin, xəbər cavab olur. Demək, D variantı. 7. Sifət isimləşərkən aşağıdakı xüsusiyyətlərdən hansıları daşıya bilməz? Baxıram. Bir də hara sualına cavab verir? Xeyr. İsmi xəbər olur? Bəli, ola bilər. Ümumi xüsusi olur? Xeyr. Morfoloji təhlildə sifət olur? Bəli. Mücərrəd və konkret olur? Xeyr. Ona görə buradan mən daşıya bilməz desə, çıxları götürəcəm. 1, 3, 5 cavab. Bir dəqiqə, yanlış işarələdim. B. Baxıram 8-ci suala. Hansı bənddəki cümlələrdən ilk söz çıxarılsa, cümlə üzvlərinin sayında dəyişiklik baş verməz. Verməz deyirsə, çox vaxt bu ikinci, üçüncü növ təyini söz birləşmələri ilə variantlar olur. Baxıram ki, indi həqiqətən Sevdanın ona yazığı gəldi. Burada 8-də indi sözün çıxsam, demək, burada dəyişiklik baş verəcək, çünki zərflik mövqeyindədir burada. Sonra B-yə baxıram. Həyatın belə amansız oyunu. Həyatın oyunu. Artıq, bax görürsən, həyatın sözünü çıxsam, belə amansız oyunu. Amansız da ayrıca təhlil olunacaq. Belə də oyun da. Ona görə dəyişiklik baş verəcək. Müdirin dünənki hadisə barədə ağız dolusu danışmağı. Baxın, müdirin danışmağıdır burada. Dünənki hadisə barədə ağız dolusu danışmağı. Burada artıq C variantı. İlk söz çıxarsa cümlə üzrlərinin sayında dəyişiklik baş verməyəcək. Yəni, bu artıq feili birləşmə kimi gedəcək. Ona görə nə təəccüblü idi, nə müdirin dünənki hadisə barədə ağız dolusu danışmağı. Bir də müdirin sözünü çıxıram. Dünənki hadisə barədə ağız dolusu danışmağı. Nə? Ona görə cavab olacaq C variantı. Uşağın çiyələkli dondurması əriyərək barmaqlarından üzü aşağı axırdı. Nə edirdi? Axırdı. Haraya? Üzü aşağı axırdı. Demək, uşağın çiyələkli dondurması. Bu mübtəda mövqeyindədir. Çiyələkli dondurması, nə dondurması? Çiyələkli. Burada dəyişir. Sabirin satirik şeirləri Azərbaycan ədəbiyyatında mühüm yer tutur. Burada Sabirin satirik şeirləri mübtəda mövqeyindədir. Satirik şeirləri olsa artıq burada təyin də artırılmış olacaq. 9. Fərqləndirilmiş sözlərin hansı nitq hissəsi olduğunu ardıcıllıqla göstərin. Belə oxusan, lazım olan balı toplaya bilməyəcəksən. Əvəzlik mövqeyindədir. Belə sözləri gərək yadda saxlayasan. Yenə də əvəzlik mövqeyindədir. Mən belə bəzən onu tanımaqda çətinlik çəkirəm. Burada isə ədat mövqeyindədir. Ona görə əvəzlik, ədat hardadır? Cavab C variantındadır. 10. Şəxsə görə uzlaşmanın pozulduğu cümlə hansıdır? Ay işığında bərq vuran yarpaqlar sanki pıçıldaşırdı. Yarpaqlar 3-cü şəxsin cəmində və cansızla ifadə olunduğuna görə xəbər təkdə olmalıdır. Anı çıxıram. Pozulmayıb yəni. Bu evin sahibi mənəm. Mənəm birinci şəxsin təkindədir. Amma mübtəda 3-cü şəxsin təkindədir. Burada uzlaşma pozulmuşdur, bəli. Hər ikisi dinməz, söyləməz yola düşdü. Demək, yola düşdü. İkisi baxıram ki, burada hər ikisi
Yəni təkdə işlənmişdi, ona görə bu da xəbərdə təkdədir. Ləpələr şıltaqlıqla atılıb düşür, yarğanın sarı torpağını yalayırdı. Ləpələr üçüncü şəxsin cəmində cansızla ifadə olunduğu üçün xəbər üçüncü şəxsin təkində ifadə olunmağı düzgündür. Deyinə çıxıram. Atlar qəfil hücumdan diksinib irəli atıldılar. Burada baxıram atlar, demək atdı, sonra itdi, heyvanlarla ifadə olunubsa, yəni qeyri şəxslərlə ifadə olunubsa, o zaman xəbər həm təkdə, həm də cəmdə ola bilər. Bu düzgündür ona görə. Sonra baxıram 11. Tarixçilərin tez-tez ifadə etdiyi kimi, keçmişi xatırlaya bilməyənlər onu təkrar etmək məcburiyyətində qalır. Bu cümlə ilə mənaca daha yaxın olan cümləni istəyir bizdən. Baxaq, deyir, keçmişin mirası yalnız daim xatırladılmaqla canlı saxlanıla bilər. Mirasdan söhbət getmir. Burada siz nə deyir? Tarixçilərin tez-tez ifadə etdiyi kimi, keçmişi xatırlaya bilməyən onu təkrar etmə məcburiyyətinə qalır. Yəni, keçmişdəkilərdən biz dərs çıxartmalıyıq, keçmişi xatırlayıb gələcəyimizə doğru düzgün addım atmalıyıq. Burada isə keçmişin mirası yalnız daim canlı saxlanıla bilər xatırlamaq. Elə ki şey yoxdur. Sonra baxıram B-yə, keçmişdə baş verənlər zaman keçdikcə daha da anlaşılan olur. Xeyr, belə bir yəni məna anlaşılmır. Keçmiş yalnız gələcəyə uyğunlaşdırıla bildiyi qədər dəyər qazanır. Xeyr. Yəni uyğunlaşmırsa onda dəyərsizdir. Xeyr. Keçmişdən uzaqlaşa bilməyənlər köhnəyə ilişib gələcəyi qaçırırlar. Bu da uyğun deyil. Keçmişdə onlar indiki zamana və gələcəyə bələdçilik edir. Bəli, bu doğrudur. 12. Nümunənin morfoloji təhlillə bağlı yanlış fikir istəyir bizdən. Mənə bir sərgi salonu verin. Orada bir insan şəkli asacağam. Adi bir insan. Demək, birə baxaq. Hal şəkilsi ilə işlənmiş sözlər eyni nitq hissəsinə aid deyil. Baxıram ki, hal şəkilsi ilə işlənmiş sözlər. Məsələn, burada sərgi salonu, yiyəlik haldı, adlıq haldı, sonra yönlük haldı, sonra burada insan şəklini asacağam, qeyri-müəyyən təsirlik haldı. Demək, bunlar hamısı bəli, fərqli hallardadır. Yəni, eyni nitq hissəsinə aid deyil deyirsə, məsələn, burada əvəzlikdir, burada, məsələn, isimdir. Bu düzgündür, bir düzgündür. Bir düzgündürsə, gəlin birləri çıxaq. Quruluş və düzəltmə söz adlıq haldadır. Baxın, orada bir insan şəkli asacağam. Asacağam, adi bir insan. İnsan, bəli. Bu, insan adidir. Şəkli asacağım. Adlıq halda deyil, qeyri-müəyyən təsirlik haldadır. 2 yanlışdır. Feillər eyni qrammatik məna növündə və feilin eyni şəkillərindədir. Asacağım xəbər şəklindədir. Xəbər şəklində və məlum növdədir. Məlum. Burada da bir salonu verin. Verin əmr şəklindədir. Bu məlum növdədir. Məlum növ olmağına məlum növdür hər ikisi, amma biri əmrdə, biri xəbərdədir. Yəni, eyni şəklindədir, fikri yanlışdır, 3 də yanlışdır. Nümunədə köməkçi nitq hissələrinə yalnız ədat işlənib. Demək, bir məsələn, ədatı işlənib burada, bir ədatı işlənib burada, bəli, yalnız ədat işlənib, 4 düzdür. Sifət işlənmə yerinə görə azaltma dərəcəsində ola bilsə də, çoxaltma dərəcəsində olmur. Baxaq. Adi. Adi sözü azaltma dərəcəsində ola bilsə də, çoxaltma dərəcəsində olmur. Niyə olmur ki? Çox adi. Ən adi məsələlər. Bu yanlışdır. İsimlərdən biri işlənmə yerindən asılı olaraq sifət kimi düşünülə bilər. Burada şəkli sözüdür. Bəli. Şəkli məsələn yazı olanda şəkli yazı. Buradakı məsələn bunu i'ni götürəcəm. Şəkdən götürdüm ki mən kökü. Amma şəkli desəm, məsələn, onun şəkli, bunu məsələn isim kimi fikirləşə bilirəm. Ona görə burada cavab olacaq, yəni 6 düzdür. Burada cavab olacaq B variantı. Sonra keçdik 13-cü suala. Süleyman Sani Axundovun Nurəddin əsərinə əsasən verilmiş səbəb-nəticə münasibətinə görə uyğunsuzluğu müəyyən edim. Gülpəri qəyyum olmaq və var-dövlətə çıxmaq istəyirdi. Nəticədə Hacı Nəsirin ölümündən sonra Nurəddinlə mehriban davranmağa başlayır. Bəli, əsl səbəb və nəticə ilə burada özünü göstərib. Uyğunsuzluq heç bir şey yoxdur. B-də. Demək, deyir ki, Nurəddin Cənnətəliyə kömək etmək istədi. Cənnətəli bağban oldu. Bəli, kömək eləyir, onu bağban vəzifəsinə gətirir də, yəni. Demək, Rəhimin yanında bağban kimi işləyir. Əmiraslan Nurəddini öldürmək istədi. Nurəddin meşəyə qaçdı. Bu da doğru səbəb nəticədir. Səbəbdə deydə verib ki, Rəhim Nurəddini oğulluğa götürmək istəyirdi. Rəhim Nurəddinə kömək etdi nəticədə. Yox, bu səbəb nəticə doğru deyil. Səbəbdə verib ki, Y-də Gülpəri Nurəddini döydü.
Nəticədə deyir ki, Hacı Nəsir Gülpərini evdən qovmaq istədi. Bəli, qovmaq istəyir. Hətta demək olar ki, deyir ki, mən səni ana kimi gətirməmişəm ki, sən bu zavallıya, yəni necə deyim, pis davranasan. Ona görə onu qovur və dükana getdiyi yerdə infarkt olur, ölür yəni. Ürəyi tutur, ölür. Demək bu düzdür. Cavab olacaq 13-də D. 14-də deyir ki, bədii əsərdən insanın ictimai varlıq kimi təsvirinə aid deyil. Yəni burada şəxsiyyət aiddir, davranış aiddir, maraq aiddir, işi gündəlik həyata, amma fiziki görünüş bunun ictimai varlıq kimi deyil ki. Yəni fiziki görünüş fiziki olaraqdır. Cavab olur 14-də B. 15-də deyir, mövzu baxımından aşağıdakı əsərlərdən biri fərqlidir. Zahid Xəlilin Sonuncu Güllə, bu vətən sevgisi, bəli. Uşaq taleyi Bayram Həsənov 2 bala. Burada bəli, ola bilər. 2 balada uşaq taleyi var idi. Mehdi Hüseyn Odlu Qılınc vətən sevgisi var idi, bəli. Ənvər Məmmədxanlının Qızıl Gönçələr uşaq taleydə var idi. Cənubi Azərbaycan mövzusunda yazılmışdı da. Bu da var idi. Yəni Mirzə İbrahimov Azad var idi. Cənubi Azərbaycan mövzusu, vətən sevgisi daha qabarıq idi, hətta deyərdim. Elçi Hüseynbəyli Nəvə. Uşaq taleyi fonunda bunu da götürə bilərik. Bəxtiyar Vahabzadə Vətəndaş. Bəli. Mircəlalın Bahar əsərində uşaq taleyi var idi, bəli. Səməd Vurğunun Azərbaycan bu ola bilər, amma Süleyman Sani Axundovun Nurəddin əsərində uşaq taleyi deməzdim. İctimai ailə dəyərləri deyərdim, yəni buna daha çox. Ona görə mən Y düşünürəm burada 15-də. Sonra 16-da deyir ki, aşağıdakılardan biri 11-12-ci əsrlər Azərbaycan ədəbiyyatının intibah dövrü kimi səciyyələnməsinə əsas verən amilləri seçim. Demək 16-da birə baxaq. Əsərlərin sadəcə hökmdar mətinə həsr olunması. Hökmdarlar da var idi. Sonra Allaha münacat, nəd, məthiyə, fəxriyə, bunların hamısı var idi. Yəni ona görə birinci amil kimi seçə bilmərik. A-nı, B-ni, Y-ni çıxıram. Xalqın milli mənəvi varlığının yüksək sənətkarlıqla təsviri var idi. Bunu götürə bilərəm. Humanizm, ədalət, böyük sevgi kimi idealların geniş tərənnüm edilməsi. Bunu da götürə bilərəm. Əsərlərin yalnız fars dilində yazılması. Əslində ərəb dilində də yazanlar var idi, yəni deyə bilmərik ki, tam-tamına yox idi. Bunu deyə bilmərik. Epik mənzum demək, ədəbiyyatın güclü inkişafı və mövzu genişliyi. Ədəbi fərinin saray ilə məhdudlaşması. Saray ədəbiyyatına daxil olmayanlar da var idi. O demək deyil ki, hamısı saray ədəbiyyatına daxil idi. Məsələn, Nizami Gəncəvi saray ədəbiyyatına daxil olmayan, yəni şairlərdən idi. Amma yaradıcılığı intibah dövrünə təsadüf edirdi. Ona görə altında çıxdıq buradan. Demək, cavab olacaq burada C variantı. 17. Füzulinin söz qəzəli barədə deyir ki, bu hansı beyt danışmaq gümüşdürsə susmaq qızıldır deyiminə uyğun gəlir. A-da deyir ki, xalqa ağzının sirrini hər dəm qılar ishar söz. Bu nə sirdir kim olur hər ləhzə yoxdan var söz. Yəni, ağzın sirrini izhar eləyən, göstərən sözdür. Yəni, burada danışmaq gümüşdürsə susmaq qızıldırın əlaqəsi yoxdur. Ver sözə ehya ki tutduqca səni xab-ı əcəl. Əcəl yuxusu səni deyir tutduqda, səni hər uyqudan, hər yuxudan bidar, oyaq eləyən sözdür. Burada da danışmaq gümüşdürsə susmaq qızıldır deyiminə uyğun deyil. Bir nicari ənbərin xəttir könüllər almağa, göstərər hərdəm niqabı qeyrdən rüsxarı söz. Yəni bu deyir ki, bir ətirli nicar kimidir könüllər almağa. Görürsünüz, danışmaqla əlaqəsi yoxdur. Xazinə-i gəncine əsrardır, hər dəm çəkər, riştə-i izharə min gövhəri əsrarı söz. Bunun da əlaqəsi yoxdur. Sirlər xəzinəsinin gövhəri kimidir söz. Gəl çox istərsən Füzuli, izzətin az et sözü, kim çox olmaqdan qılıbdır çox əzizi xarı söz. Yəni deyir ki, burada bəli, danışmaq gümüşdürsə, susmaq qızıldır. Deyir, əgər istəyirsənsə, izzətin yaxşı olsun. Ona görə az et sözü. Yəni miqdarında danış. Kim çox olmaqdan deyir, çox danışmaqdan, yəni əziz olubdur ki, heç kim. Ona görə cavab olacaq Y variantı. Baxırıq 18-ci suala. 18-də Çingiz Aytmatovun Dəniz kənarıyla qaçan Alabaş əsərlə bağlı verilən hansı fikirlərin yeri dəyişdirilsə cədvəl düz olar? Doğru və yanlış xanaları verilmişdi. Doğruda deyir ki, Dəniz kənarı ilə qaçan Alabaş əsərində Alabaş Kiriskin itinin adı idi. Xeyr, Alabaş həmin o qayanın adı idi. Ona görə bu yanlışdır burada. 2. Əsərdə ağıl göydən, səriştə uşaqlıqdan, çörək gətirməyən oğul nəslə yükdür kimi atalar sözləri verilmişdi. Biz bunu artıq əzbərləmişik demək olar. Bəli, bu belə idi. Qayıqda 3 ovçu və 1 oğlan uşağı var idi. Bəli, bu fikir də düzgün idi. Yanlışdadır ki, Naiman ana əsərinin baş qəhrəmanıdır. Bu yanlışdır. Krisk ömründə bircə dəfə idi ki, peşəkar ovçularla ova çıxırdı, əsl ova gedirdi. Bəli, bu düzgündür.
Bu düzgündür. Əsərdə bəhs edilən, hətta orada deyir ki, qoca da deyir onu utandırmamağa çalışırdı. Yəni ki, çünki onun ilk ovu idi, yəni peşəkarlarla. Ki o bundan, yəni necə deyim, çəkinməsin. Əsərdə bəhs edilən Nil qayığı maral və ya itlərə qoşulan xizəkli arabalardır. Bu yanlış fikirdir əslində. Burada bax, yanlışda doğru var 5. Bu doğru da olmalıdır. Doğruda da yanlış var 1. Yəni 1 ilə 5-in yeri dəyişdirilməlidir. Cavab olur A variantı. Baxdıq 19-cu suala. 2025-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev hansı ədiblərimizi deyir ki, yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalamışdı? Burada Bəxtiyar Vahabzadə idi. Bir də Seyid Əzim Şirvani idi. Demək, Bəxtiyar Vahabzadə 1925-ci ildə anadan olmuşdu. Bəxtiyar Vahabzadə. Seyid Əzim Şirvani isə 1825-ci ildə anadan olmuşdu. Bəxtiyar Vahabzadənin 100 illiyi keçirilmişdi. Seyid Əzim Şirvaninin 200 illiyi ilə bağlı demək sərəncam imzalanmışdı. Yəni yubileyin qeyd edilməsi ilə bağlı. Ona görə 3 ilə 4 olacaq burada cavab. B variantı 19-da. Sonra keçdik sonuncu 20-ci suala. 20-ci sualda deyir ki, Dərzi şagirdi Əhməd nağılında Firəng padşahının 3-cü sualı. Dərzi şagirdi Əhməd Şah Abbasdan birinci istəyi nə idi? Demək, Firəng padşahının 3-cü sualını soruşur. Şah Abbasdan isə Əhmədin birinci istəyini soruşur. Demək, Firəng padşahı almaların bu ilki bildirçi olmağını istəmişdi, inşiki olduğunu təyin etməyi istəmişdi. Əhməd isə Pərixanın ona verilməsini istəyir. Sonra, bax, burada demək, həmin variant harada var? A-da, məsələn, Firəng padşahı atların yaşını təyin etmək, xeyr, bu deyil. Almaların bu ilki bu düzgündür. Əhməd Pərixanın nikah bağlanmasını yox, bunu sonda istəyir. Firəng padşahı oğlanların və qızların müəyyən edilməsi, bu birinci idi. Sonra, Firəng padşahı almaların bu ilki bildirçi olmağını, məsələn, atların yaşı bu ikinci idi, məsələn, burada. Bu üçüncü idi, bəli. Əhməd Pərixanın ona verilməsini istəyir, bəli. Bu düzgündür, D variantı. Firəng padşahı atların yaşını müəyyən ikincidir. Nikah bağlanması, ümumiyyətlə, bu hissə uyğun gəlmədi. Yəni, ona görə də bu Y variantını çıxıram. Cavab qalır D variantı. Bu isə, demək, sizə 8-ci sinifin izahı. Əgər izahı dinlədinizsə, sizə maraqlı oldusa, o zaman videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Hər birinizə uğurlar.